Salamlar hər kəsə. Bugün sizinlə müzakirə edəcəyimiz mövzu valentlikdir. Valentlik nədir? Valentlik bir atomun başqa atomlarla kimyəvi rabitə əmələ gətirmə qabiliyyətidir və yaxud bir atomun digər atomlarla birləşmə xüsusiyyətidir deyə bilərik. 2 dənə birləşməyə baxaq. NH3 birləşməsi, bir də H2O-ya. NH3 birləşməsində mərkəzi atomumuz azotdur və görürük ki, hər bir azot atomu, yəni azot atomu 3 dənə rabitə var ətrafında. Yəni 3 dənə hidrogen atomu ilə birləşir və buradan görə bilirik ki, bu birləşmədə azotun valenti 3 dənə 3-dür. H2O birləşməsinə baxırıq və görürük ki, oksigen mərkəzi atomdur. Oksigen atomuna 2 dənə hidrogen atomu birləşibdir. Buradan da biz nəticəyə gəlirik ki, oksigenin valenti 2-dir. Və hidrogen atomlarına baxdığımız zaman görürük ki, mərkəzi atomlar bir xəttlə birləşibdir. Yəni buradan da biz nəticəyə gəlirik ki, hidrogen bir valentlidir. Valentlilik 2 cür olur. Sabit valentli elementlər və dəyişən valentli elementlər. Əslində uşaqlar, hər bir elementin maksimum valentlik əmələ gətirmə xassəsi var. Yəni hər bir element yerləşdiyi qrupa uyğun valentlik göstərməlidir. Məsələn, element 2-ci qrupda yerləşirsə, deməli onun maksimum valenti 2 olmalıdır. Sabit və dəyişən olmasından asılı olmayaraq. Element əgər 6-cı qrupda yerləşirsə, maksimum valenti 6 olmalıdır. Element 7-ci qrupda yerləşirsə, maksimum valenti 7 olmalıdır. Ancaq həmişə bu belə olmur. İndi baxaq, aydın olasıdır. Bir nəzərdən keçirərik. Sabit valentli elementlər hansıdır? Əsasən bir valentli elementlər bir A yarım qrupunda yerləşən elementdir. Məsələn, hidrogen bir A yarım qrupunda yerləşir, sabit valentlidir, bir valentlidir. Lityum da bir A yarım qrupunda yerləşir, sabit valentlidir, bir valentlidir. Natrium, kalium. Bunlar bir A yarım qrupunda yerləşir, bir A yarım qrupunda yerləşdiyi üçün maksimum, yəni qrupun nömrəsinə uyğun valentlilik göstərirlər. Burada gümüşdə bir valentlidir, sabit valentlidir, keçid metallardır, yəni D elementi metallardır. Olmasına baxmayaraq bir valentlidir. Flor isə 7-ci qrup elementidir. 7-ci qrup elementinə olmasına baxmayaraq sabit bir valentli olur. İndi sabit 2 valentli elementlərə baxaq. Oksigen. Oksigen elementimiz 6A yarım qrupunda yerləşir. Yerləşdiyi qrupun nömrəsinə uyğun valentlilik göstərmir. Flor, bir də oksigen. Magnezium 2-ci qrupda yerləşir. Sabitdir, 2 valentli olur. Kalsiyum, baryum 2 valentli olur. 2-ci A yarım qrupunda yerləşir. Sink isə keçid metalıdır. 2 valentlidir, sabit valentlidir. Berilyum da 2 A yarım qrupunda yerləşir və 2 valentli olur. Deməli, 2 və 1 A yarım qrupunda yerləşənlər elementlər çoxu yerləşdiyi qrupun nömrəsinə uyğun valentlik göstərirlər. 3 valentli elementlərimiz hansılardır? Alüminium, bor. Alüminium, bor da 3-cü qrupda yerləşir, 3 A yarım qrupunda yerləşir, sabit valentlidirlər. Yəni həmişə valentlikləri 3 olur. Bütün birləşmələrdə 3 olasıdır və sabit valentlilərdir. 4 valentlilər hansılardır? Karbon və silisium. 4-cü qrupda yerləşirlər və yerləşdiyi qrupa uyğun valentliyi göstərirlər. Flor, oksigen, bir də azot. Bunlara fon elementləri deyilir. Flor 7-də yerləşir, oksigen 6-da yerləşir, azot isə 5 A yarım qrupunda yerləşir. Ancaq qrupun nömrəsinə uyğun valentlilik göstərmirlər. Bunu bilməyimiz üçün həyəcanlanma mövzusunda baxa bilərsiniz. Həyəcanlanma mövzu izahına baxa bilərsiniz. Niyə görə həyəcanlana bilmirlər? Niyə görə valentlik göstərmirlər? Çünki bunların boş orbitalları olmadıkları üçün həyəcanlana bilmirlər. Ona görə də qrupun nömrəsinə uyğun valentlik göstərmirlər. Burada dedik ki, oksigen atomu sabit valentlidir, 2 valentli olur. İstisnamız var. Karbon monoksiddə karbon 3 valentli olur. Oksigen də 3 valentli olur.
Bir də hidroksinium ionunda da oksigen 3 valentli olasıdır. Qalan bütün birləşmələrdə oksigen 2 valentli olur. Sadəcə istisnamız bu iki birləşmədə oksigen atomu 3 valentli olur, bir də karbon atomu 3 valentli olur. Karbon da digər birləşmələrdə isə 4 valentli olasıdır. İnşallah bura qədər sizə aydındır. İndi digər hissəyə baxaq. Dəyişkən valentli elementlərimiz hansılardır? Dəyişkən valentli elementlərimiz əslən D qrup, əlavə yarım qrup elementlərimizə aiddir. Həmçinin qeyri-metallar da bura daxildir. Məsələn, dəmirə baxaq. Dəmir bildiyimiz kimi B yarım qrup elementidir və valentli dəyişkən valentlidir. 2-3 valentli olur. Mis 1-2 valentli olur. 1 valentlilik də göstərə bilir, 2 valentlilik də göstərə bilir. Civə 1 və 2 valentli olur. Xrom 2, 3, 6 valentli olur. Manqan 2, 4, 6, 7 valentli olur. Azot 3 və 4 valentli olur. Fon elementlərindən biridir. 5-ci qrupda yerləşir. Ancaq maksimum 4 valentli ola bilir. Fosfor və azot eyni qrupda yerləşir, 5-ci qrupda yerləşir. Fosfor isə 5 valentlilik göstərə bilir. Yəni qrupun nömrəsinə uyğun valentlilik göstərə bilir. Kükürt isə 2, 4, 6 ola bilir. Oksigenlə eyni qrupda yerləşir, 6 A yarım qrupunda yerləşir. Həyəcanlana bilir. 4 və 6 2 dəfə həyəcanlanır. 4 və 6 valentlilik göstərə bilir. Xlor, brom, yod halogenlərə aiddir. Florla eyni yarım qrupda yerləşir. 7 A yarım qrupunda yerləşir. Sadəcə və həyəcanlanaraq 3, 5, 7 valentlilik göstərir. Bunların əzbərləməyə çalışın. Ancaq mənasını isə dediyim kimi, nəyə görə xlorun, bromun 1, 3, 5, 7 valentlilik göstərməsi, kükürdün 4, 6 göstərməsi isə həyəcanlanma mövzusunda İnşallah öyrənərsiniz. Sadəcə indi əzbərləməyə çalışın. Daha aşağı siniflər, böyük siniflər isə mahiyyətini anlaya bilərlər. İndi isə baxaq uşaqlar, valentlilik verilən zaman birləşməni necə tərtib edə bilərik ona baxaq. Məsələn, elementlərimiz sabit valentlidirsə, bu rahatdır bunu müəyyənləşdirmək. Baxaq, dediyimiz kimi oksigen atomu 2 valentlidir, sabit valentlidir. Üzərinə yazırıq. Alüminium atomu elementi isə 3 valentlidir, 3 A yarım qrupunda yerləşir. Və hər elementin başına valentliyini yazırıq. Yazandan sonra hər elementin atomu digərinin indeksinə düşür. İndeks bildiyimiz kimi elementin sağ aşağı küncündə yazılır. Alüminium 2 valentlidir, oksigen 2 valentlidir, alüminium indeksinə 2 düşəsidir. Alüminium 3 valentlidir, oksigen indeksinə 3 düşəsidir. Deməli, birləşməmizin formulu alüminium 2, O3 olasıdır. Bunlar sabitdirlər. Sabiti eləmək rahatdır. Çünki əzbərləsək biləcək ki, alüminium 3 valentlidir, oksigen 2 valentlidir. Və həmişə də sabitlər, həmişə istisnalardan başqa bütün birləşmələr də eynidir. İndi keçək dəyişkən valentlilik. Yox. Burada baxaq, burada da gördüyümüz kimi bunlar da sabit elementlərdir. Oksigen 2 valentlidir. Karbon 4 valentlidir və hər dediyimiz kimi indeks digərinin hər element atomunun valentliyi digərinin indeksinə düşəsidir. Bura 2 düşəsidir, bura 4 düşəsidir və ixtisar cidəsidir. 2-yə ixtisar getdiyi üçün karbon O2 şəklində birləşməmiz olasıdır. Bunlar sabitdir dediyim. İndi dəyişkənlərə keçək. Dəyişkən element atomunun valentliyini necə tapırıq? Bunun üçün bizə sabit veriləsidir. Sabitə görə dəyişkəni tapasıyıq. Baxın, oksigen indeksində 3-dür, xromun indeksində 1-dir. Xromun valentliyini tapaq. Biz bunu tapmaq üçün oksigenin valentliyini yazırıq. Oksigenin valentliyini yazdım. Sol hissə ilə sağ hissənin hasili eyni olmalıdır. Baxın, sağı vururam. 3-ü 2-yə vuranda neçə eləyir? 6. Baxın, bu hissə 6-dır. Düz deyil. Deməli, bu hissəmiz də 6 olmalıdır. Baxın, xromun indeksində 1-dir. Mən neçəni vurmalıyam ki, 1-i neçəyə vurmalıyam ki, 6 eləsin. Deməli, burada elə 6-ya vurmalıyam. Deməli, burada xromun valenti 6 olasıdır. Deməli, burada xromun valenti 6 olasıdır. Burada da
6 düşübdür indeksə, oksigen indeksinə. Sadəcə 2 ilə ixtisar gedib 1-in 3-ə şəklində qalıbdır. Xrom O3 şəklində birləşməmiz olasıdır. Deməli, xromun valenti 6 olasıdır. İndi manqan O2-yə baxaq. Manqan dəyişkən valentlidir. Yenə həmənki qayda ilə davam edirik. İndeksləri manqanda 1-dir, oksigende 2-dir. Dediyim kimi sağ hissənin hasili ilə sol hissənin hasili bir-birinə bərabər olmalıdır. Oksigenin valenti sabitdir, məlumdur bizə. 2-ni yazıram. 2-ni 2-yə vuranda neçə edəsidir? 4 edəsidir. 4. Deməli, sol hissəm də 4 olmalıdır. Sağ hissəm 4 olduğu üçün. Mən 1-i neçəyə vursam 4 eləyər. Deməli, 4-ə vuran zaman 4 edər. Deməli, burada da manqanın valenti 4 olasıdır. Və birləşməmizin formu manqan O2 şəklində olacaq. P2 O3-ə baxaq. Fosfor 2, oksigen 3-ə baxaq. Burada yenə indekslər verilibdir. Fosforda 2-dir, oksigende 3-dür. Dediyim kimi sağ hissənin hasili ilə sol hissənin hasili bir-birinə bərabər olmalıdır. Oksigen sabitdir. Zaten biri həmişə sabit olasıdır. Digərini tapmaq üçün. Və 3-ü 2-yə vurdum neçə edəsidir? 6. Deməli, sağ hissəm 6-dır. Sol hissəm də 6 olmalıdır. Mən 2-nin 2-yə vursam 6 eləyər. 2-yə vursam 6 eləyər. Deməli, 3-ə vursam. Deməli, fosforun valenti burada 3 olasıdır ki, həmçinin burada da görürük ki, bura oksigenin indeksinə 3 var. Deməli, fosforun da valenti burada 3 olub ki, oksigenə 3 düşmüş olur. Fosfor 2 O3'də də buranın fosforun valenti 3'dür. Klor 2 O7 baxırıq. Bu birləşməmizin də X-in neçə valentdə olduğunu yorum hissəsinə yazarsınız. İnşallah sizin üçün bu dərs faydalı olmuşdur.